Herkes salamlar əziz dostlar. Bugün sizlerle birlikte Windows 8.8.1 necə format olunar onu göstereceğim. İlk başta mouse'umuzu sağ üstə gətirib və biraz gözləyirik. Altta parametr var, onlara giririk. En altta izlenen parametr kompütera. Ona giririk, basırıq yani. Aşağıda обновление, восстановление. Məndə rus dilində olduğuna görə məndə belədir. Burada 3-cü восстановление, yəni yüklənənlərə basırsınız. Birinci gəlib восстановление kompüteri biz udalenlə faylıq. Kompüter təzədən yükləyir faylları silmədən. Удаление всех данных и перестановка Windows. Bütün hər şeyi silir, Windows'u təzədən yükləyir. Особый variant загрузки. Yəni загрузка eləməyə, güncəllənməyə variantlar verir. Buna basaraq ortadakına kompüterinizi format eləyə bilərsiniz. İki şey gəlir. Biri kompüterdəki bütün faylları silməkdir. Windows'un özünü yükləməkdir. Windows'un özünü təkrardan. Biri isə Windows'u silib, içindəki hər şeydə təkrardan silib, bomboş kompüterdir. Ancaq onu sizə tövsiyə eləmirəm. Çünki Windows'un özünü silsəniz, yetdiyini yerinə məsələn yükləmək istəsəniz, kompüterdə müəyyən problemlər çıxa bilər. Ona görə əgər güvənmirsinizsə bu sistemə, format ustasına və yaxud başqasına verib, güvəndiyiniz birinə verib eləyə bilərsiniz. Neysə, bugünlük məndən bu qədər. Videomu bəyənməyi, paylaşmağı, kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.